Salam dostum, bugün səninlə birlikdə internetdə pulumuzu və məlumatlarımızı necə qorumalı olduğumuzu öyrənəcəyik. Sən heç kiber təhlükəsizlik sözünü eşitmisən? Biz hər gün internetdən istifadə edirik. Oyun oynayırıq, videolara baxarıq, məlumat axtarırıq, bəzən də onlayn alış-veriş edirik. Amma onu da bilməlisən ki, bəzi internet səhifələrini idarə edən elə şəxslər var ki, onların məqsədi bizim məlumatlarımızı və pullarımızı ələ keçirməkdir. Buna kiber fırıldaqçılıq deyilir. Kiber təhlükəsizlik isə internetdə öz məlumatlarını, hesablarını və pulunu qorumaq deməkdir. Bu sanki evimizin qapısını kilit vurmaq kimidir. Sadəcə bu dəfə qapı internetdədir. Bəs kiber fırıldaqçılar nələr edir? Bəzən internetdə pulsuz hədiyyə qazan, 100 manatlıq bonus üçün buraya kliklə kimi yazılarını görə bilərik. Bu linklərin çoxu saxtadır. Onları klikləsən, sənin məlumatların oğurlanacaqdır. Bəzilər isə səndə kart nömrəni yaz, SMS kodu daxil et kimi məlumatları istəyəcəkdir. Unutma, heç bir real sayt bu məlumatları səndən bu qaydada istəməyəcəkdir. Bəs biz özümüzü və pulumuzu necə qoruya bilərik? Gəlin bir neçə sadə, amma çox vacib qaydanı yadda saxlayaq. Birinci qayda, şifrəni paylaşma. Şifrə yalnız sənə məxsusdur. Güclü şifrə yaratmaq istəyirsənsə, böyük və kiçik hərflərdən, rəqəm və simvollardan istifadə et. Məsələn, belə. İkinci qayda, kart və hesab məlumatlarını heç kəsə vermə. Kart nömrəsini, PIN və SMS kodlarını heç kəsə söyləmə. Hətta oyundakı dostuna belə. Üçüncü qayda, linklərə klik etməzdən əvvəl düşün. Əgər linkdəki bu yazılıbsa, sayt daha təhlükəsizdir. Tanımadığın saytlara daxil olma. Və dördüncü, valideynlərinlə məsləhətləş. Onlayn ödəniş və ya alış-veriş etməzdən əvvəl mütləq valideynlərindən soruş. Kiber təhlükəsizlik ağıllı davranmaq deməkdir. Ağıllı davran, özünü və pulunu qoru. Bugünlük bu qədər. Hələlik.